Heç kim unudulmur, heç nə yaddan çıxmır. Əkbərov Akif Abbasoğlu 2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyant kəndində anadan olub. Beyləqan rayon Daxili İşlər Şöbəsində yol patrul xidməti müfəttişi kimi fəaliyyət göstərib. 1991-ci il avqustun 12-sində Kəlbəcər rayonu Sarıyer yaylağında mülki şəxslərin təhlükəsizliyini təmin edərkən qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Akif Əkbərov Cəbrayılda anadan olub. Ailəsi atasının işi ilə əlaqədar Beyləqan şəhərinə köçür. Akif Beyləqan şəhər 2 saylı orta məktəbdə təhsil alır. Sadə, nə isə öyrənməyə çalışan, o yoldaşları arasında, uşaqlar arasında qabiliyyəti ilə fərqlənən bir uşaq olduğunu biz hiss eləyirdik. Orta məktəbdə oxuduğu dövrdə bu onu özünü göstərə bilmişdi. Müəllimlərinin sevincinə çevrilmişdi. Akif uşaqlıqdan qoçaqlığı, qorxmazlığı ilə fərqlənir. Hamıya qarşı yaxşıydı. Mən inanmıram ki, onun haqqında kimsə bir pis fikir söyləyə. Həm anama qarşı, həm atama qarşı, bacı qardaşlarına qarşı, qonşulara qarşı, dostlarına qarşı çox yaxşıydı. Uşaqlıqdan da həmişə onda bir xüsusiyyət var ki, çox qorxmaz idi. Heç bir şeydən qorxmurdu. Alman müharibələrinin çəkinən kinolara çox həvəslə baxırdı. Sanki özünü o döyüşlərdə hiss edirdi. Və uşaq vaxtı ən çox oynadıqları qardaşlarım çox yadımdadır. Necə dava oyun oynayırdılar bir-biri ilə. Mən də balacaydım, bunlara baxırdım. Ancaq mən bilməzdim ki, gün gələcək, mənim qardaşım da bu müharibələrdə iştirak edəcək. O da öz canından vətən yolunda, torpaq yolunda keçəcək. Akif orta məktəbdə də belə cəsur, çalışqan, yaxşı oxuyandır. Çoxlu kitablar oxuyurdu, qəhrəmanlar haqqında həmişə. Qaçaq Nəbidən tutmuş, Koroğluya qədər hamısı. Bu əskərə gedəndə də əskərdən bir il tamam olmuş Obskaya gedilər. Orada yaxşı xidmət yerinə görə göndərmişlər. Qəzetdə bizim yeri qəzetdə şəkil göndərmişlər, çıxmışdı. Akif hərbi xidmətdən geri qayıtdıqdan sonra Beyləqan rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayır. 1985-ci ildə Gəncə şəhərində Politexnikdə oxuyan məqamda onunla tanış olmuşam. O bağlılıq, onun o insanpərvərliyi, onun güləzi, vətənə sevgisi, onu qohumluğumuz da olmuyor. Yəni onun o xəssiyyəti, onun o nətər dərlər, yaxşı xüsusiyyətləri məni özünə bağlayıb. İndi bu dəqiqədə hal-hazırda da yenə də mən onun 5 dənə uşağı ilə, onun ailə uşağı ilə münasibəti saxlayıram. 1980-ci illərin sonlarında ermənilərin torpaqlarımıza olan haqsız torpaq iddiaları xüsusilə sərhəd bölgələrində vəziyyəti gərginləşdirmişdi. Beyləqan Daxili İşlər Şöbəsinin əməkdaşları vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədi ilə daim qaynar bölgələrə ezam olunurdular. Starşina Akif Əkbərov da ezam olunanlar arasında olur. Müharibənin ən qaynar nöqtələrində xidmət eləyir. Akiflə bərabər biz Azərbaycanın bir çox bölgələrində, Kəlbəcər rayonunda, Laçın rayonunda, Xocavənd rayonunun Qaradağlı kəndində, Füzuli rayonunun Arış kəndində bir çox rayonlarda ezamiyyətdə olmuşuq. Akif Əkbərlə yoldaşlıq etdiyimiz dövrdən elə oldu ki, elə ezamiyyətə də daimi bir gedirdik. Necə burada bizimlə bərabər yoldaşlıq münasibət olduğu kimi orada da eyni münasibətlə, yəni biz daim ezamiyyətlərdə iştirak edirdik. Və mən həmişə onda bir, necə deyərlər, bir vətənini sevən, bir millətini sevən, dövlətini sevən bir insan kimi onu tanımışam. İlk dəfə 1991-ci ilin aprel ayında Xocavənd rayonu Qaradağlı kəndində ezamiyyətdə olmuşuq. Onunla bərabər biz o döyüşdə iştirak etmişik.
Biz bu gün şəhid olandan sonra çox pis olduq bizi. Bəlkə də 1 il, 2 il, 3 il özümüzə gələ bilmədik. Bu evdə otura bilmirdik. Gedib qaynanamgilə qalırdıq. Uşaqlar evi dözmürdü. Dəfələrlə onu deyiblər ki, sənin 5 övladın var, yoldan dön. O deyib, mən ermənidən qorxacam, hətta belə lağalarla ki, erməni kimdir, mən ondan qorxam. Mən ermənidən qorxmuram heç vaxt. Beyləqan çobanları həmişə olduğu kimi bu yay fəslində də Kəlbəcər dağlarına qalxmışdılar. Amma bu il vəziyyət fərqli idi. Dağların o biri tərəfində yaşayanlar xalqımıza yağı düşmən kəsilmişdilər. Milislərimiz təhlükəni sezirlər. Onlar çobanlarımızı, onların ailələrini və dövlət malı olan qoyun sürülərini qorumağa gedirlər. Çünki artıq oxşar hadisələr eşidilirdi. Ondan bir həftə qabaq onlar bu hadisə olmamışdı. İmişli polislərinə hücum eləmişlər, orada bir neçə adamı da qətlə yetirmişlər ermənilər. Yəni mənfur ermənilər. Bunda uşağın elə növbəsinə 2 həftə vardı. Uşağın ad günü olacaqdı, 1 yaşdan olacaqdı. Dedi ki, o, dedim, qoy elə vaxtında gedərsən də, bir həftə keçsin, sonra orada hadisələr qızışır. Dedi, heç nə olmaz, mən heç nədən qorxmuram. Gəldi, axşam tərəf bizlə görüşdü, elə böyük qardaşımla da, mən də oturmuşdum onlara, gəldi, orada görüşdü, elədi. Dedim, ehtiyatlı o, biraz özünü qoru. 1991-ci il avqustun 5-də Akif Əkbərov da daxil olmaqla Beyləqan rayon milis şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonundakı Sarıyer yaylağına ezam olunur. Məqsəd Kəlbəcər dağlarındakı bu yaylaqlarda olan mülki şəxslərin, çoban ailələrinin və dövlət əmlakının təhlükəsizliyini təmin etmək idi. Ora düşdüyümüz gündən demək olar ki, hər gün biz orada düşmənlə qarşı-qarşıya döyüşdə olmuşuq, hər gün. Həmişə deyir ki, ermənilər kimdir, ondan qorxaq. O atan gedir, ermənilərə qarşı vuruşur. Əlində avtomatı belə, boyabı belə sağ, atan gedir, ermənilərə qarşı vuruşur. O belə avtomatla onları döyüşürəm, öldürürəm, məhv eləyirəm. Siz də böyüyəndə, o vaxtdakı müharibə olsa, siz də gedib erməniləri döyüşüb, məhv eləməlisiniz. 1991-ci il avqustun 12-si. Saat 6 radələri. Beyləqanın Dostluq Safxozunun 2 sürüsünün yerləşdiyi Hacalnağı yaylağına təxminən 60 nəfər erməni hücuma keçir. Gündəlik yoxlama reydlər keçirirdi 2 nəfərlə. Akif Əkbərovla Çoban Soltan deyilən şəxs növbəti reydə getdilər. Biz dedik, əgər bir şey olarsa, bir hadisə olarsa 3 güllə atarsınız. 3 güllə səsi gələndə biz artıq bildik ki, nəsə burada bir hadisə var. Zil maşınına mindik, həmin istiqamətə hərəkət elədik. Biz artıq ora, həmin mövqeyə çatanda bizim zil maşınını vurdular. Zil maşınını vurdular, biz düşdük aşağı. Düşəndə gördük ki, Akif Əkbərov tək başına ermənilərlə atışır. Bu vaxt gördük ki, Akif Əkbərov dedi ki, ermənilər qoyunu aparır. Mən baxdım ki, 4 erməni qoyunu aparır. Sayca az idik, hər tərəfi gözləmək lazım idi. Mən qoyun sürüsünün arxasınca getdim. O da Akif Əkbərova arxayın olaraq getdim. Çünki Akif Əkbərov olmasa, mən o istiqamətə keçə bilməzdim. Baş çoban Soltan Həsənovla Dədəş Həsənovun yatağına göydən od yağırdı. Ermənilər getdikcə azğınlaşırdılar. Onlar müxtəlif silahlardan, qranat atanlardan, pulemyot və avtomatlardan istifadə edirdilər. Məqsədləri sürüləri aparmaq idi. Ermənilər qardaşımın öyünü odladı. Özümüzün içimizi vurdu. Malımıza güllə attı. Sonra gəldi ki, mitil hamısı deşik-deşikdə avtomatla belə vurublar. Mitilimizi öydən çıxdıq. Qaçdıq öydən çıxdıq da, nə qayraq da, can şirin də. Qaçdıq öydən çıxdıq, gəldik ki, mitil nədir? Mitil hamısı odlanıb. And olsun Allaha, 3 müş unumuz var idi. Gəldik ki, ermənilər qardaşımın öyünü odlamışdı. 3 müşoq unu nöy töymüşdülər. 100 litrlik nöydə aparırdı ora. Bir dəfəlik də orada 100 litrlik nöy. Getdik ki, nöyti töküflər onun üstünə. İnədinə də yeməsinlər.
Və bizim postumuzun arxasında ona yaxın çoban ailəsi vardı. Və çoxlu sayda dövlətin qoyun sürüləri, mal sürüləri vardı. Və biz baxdıq ki, biz əgər geri çəkilsək, düşmən burada olan bütün əhalini, mülki əhalini girov götürəcək və qoyun sürülərini aparacaq. Və biz əks olaraq düşmənə qarşı yürüdük və düşmənin qarşısını kəsdik və müqavimət biz. Akif Əkbərov bizim komandirimiz kimi bizə göstəriş verdi ki, biz düşmənin qarşısını kəsməliyik və düşmənin qarşısını kəsməkdə çoxlu orada qadın, uşaq, yəni itki verəcək. Qəflətən güclü atəşlə qarşılaşan düşmən silahları bir anlığa özlərini itirirlər. Puskuda dayanmış milis işçiləri düşmənə qulaq vurması verirlər. Qeyri-bərabər döyüş gedirdi. Ermənilərin 60 nəfərlik silahlı döyüşçülərinə qarşı 8 milis işçisi və 2-3 çoban. Erməni quldurları yaylağa 3 istiqamətdən hücuma keçmişdilər. Birinci döyüş başlayarkən mənim döyüş yoldaşım Mamacilev Rövşən komandiri vurdu və onlar komandiri vurulduqdan sonra onlar qarşısına məqsəd qoydular ki, sonradan biz bunun hamısını ehtimal etdik ki, onlar bizi diri götürmək istəyirlər, girov götürmək istəyirlər. Çünki biz az sayıda olan adam, 8 nəfər biz idik, 80 nəfər də onlar idilər. Və onlar bizi girov götürmək istəyirlər və biz onu başa düşdük. Ona görə də biz başladıq onlarla sözün əsl mənasında necə deyərlər, onların əsəblərini oynamağa. Onların birinchisini vurub, sonra yerimizi dəyişirdik, onların birincisini vurub yerini dəyişirdik. Milislər Yolçu Hüseynov, Ədalət İsmailov, Rövşən Namazəliyev, Elçin Bayramov, Tehran Heydərov, Əlizamin Babayev və Akif Əkbərov yaylaqda olan dinc əhali haqqında fikirləşirdilər. Qonşu dayaq məntəqəsindən baş leytenant İdris Qurbanovun köməyə gəlməsi onları daha da ruhlandırır. Ermənilər də boş dayanmırlar. Onlar milis işçilərini mühasirəyə almağa çalışırlar. Ancaq bizimkilərin düzgün mövqe seçmələri, tez-tez yerlərini dəyişmələri, sərras atıcılıq qabiliyyətləri düşmənin fikrini alt-üst eləyir. Bu vaxt ermənilər bir sürü qoyunu dağın döşünə tərəf aparır. Akiflə İdris irəli atılırlar. Bir də gördüm ki, 30 dənə erməni piyada dağdan yenir. Dağdan yendi, belə kəf gəldilər, altımda at var idi. At gedəndə, atla sürünü yığanda gördüm, qoydum bir 7-8-i üzəngimin altında qaldı. Hiss elədim ki, məni vururlar. Özüm qəslə yıxıldım yerə. Qəslə yıxıldım ki, mən desinlər vurdu. Sonra erməni dayanan getdilər mənim alaçığıma. Mən erməninin yarısı gəlir mənim üstümə. Mən orada süründüm, səngər dərə var idi. Dərə ilə gəldim, bulaq var, bulağın üstünə, qayalıq bulağa. Mən çatanda 2 dənə erməni gəlir, sürünün dalınca. Gəldilər, erməni gələndə Akif də orada bizim arxamızda durmuşdu. Akif onlara çox güllə atdı, Rövşənlə birlikdə. İkisini orada vurdular. Qoyunu çəkənin ikisi vuruldu. Akiflə Rövşən qoymadı sürünü, aparala, sürünü gətdik. Sürü geri alınır. Əks tərəfdə isə ermənilər daha da azğınlaşırlar. Gülləyə elə bir heyfləri gəlmir. O Sarımsaqlı dağından yol açıblar, biz bilməmişik. Dağın elə bir ki, bax belə qılıçdı, böyük dağdı. O dağın o üzüların idi, bərüzü bizim idi, Azərbaycanlı idi. O zaman qəfilcən gördük ki, töküldülər, yaldan açdılar bəri. Yaldan aşanda elə bu da bizim milisiya tak gəldilər. Gəldilər, o oldu ki, o milisiya qorudu, biz arvad uşağı çıxartdıq, ailə uşağı çıxartdıq. Qaçdılar belə zada sadə, Kəlbəcər köşməmişdə, Kəlbəcərə sarı. Rövşənlə Akifi mühasirəyə düşürlər. Onlar birlikdə mühasirəni yarıb çıxırlar. Akif sol cinahda 20-25 erməni ilə tək vuruşurdu. Rövşən isə sağ cinaha qoruyurdu. Akif tək olaraq haradasa bir 20 nəfərə yaxın erməni ilə tək başına vuruşurdu. Biz satanda Akif mənə dedi ki, bəs qoyun sürüsünü apardılar, ermənilər aparırlar.
Ora keçmək üçün də, yəni Akifin durduğu mövqeyə idi ki, yəni Akif olmasa ora keçmək heç cür mümkün deyildi. Akif bunlarla atışdı, mən keçdim qoyunların sürüsünün arxasınca. Qoyun sürüsünün arxasınca keçəndə 4 nəfər erməni idi onlar, qoyunu aparanlar. Mənim gözümün qabağında 2 saat, mənlə 2 saat bax belə döyüşüb, bax ermənilərə belə döyüşüb. Sonra daldan ha gəldi ona. Badronumu qutardı, onun badronu qutardı. Ha gəldi. Bu səfər badron gələndən sonra bir də atışdıq. Bir də atışdıq. Atışandan sonra rəhmət həlak oldu da. Birdən yer göy Akifin başına hərlənir. Gözlərinə qaranlıq çökür. Yaralanmışdı Akif. 5 uşağı. Bir neçə gün sonra 1 yaşını qeyd edəcəyi son beşiyi çinarə keçir gözlərinin önündən Akifin. Ağır yaralanan Akif özünü itirmir. Ermənilərin bizimkilərin üstünə tuşlanan silahlarını görüb, onları qanlarına qəltan eləyir. Vurulmasına baxmayaraq, Akif silahı yerə qoymur. Ara bir atəş səsi eşidilsə də, heç kəs tutduğu mövqedən geri çəkilmirdi. Elə bu zaman amansız duman yaylağa sanki ağır bir pərdə çəkdi. Acalnağı yaylağında bir anın içində hava dəyişdi. Göz gözü görmədi. Akif əmr elədi ki, qalan güllələri ona verib, çoban ailələrini və dövlət əmlakı olan qoyun sürülərini təhlükəsiz yerə çıxarsınlar. Hardasa saat yarım döyüş gedəndən sonra Akif deməli yaralandı, ağır yaralandı. Ağır yaralandı və orada bildirdi ki, mən komandirliyi verirəm Rövşən Namazəliyevə və çalışın burada mənim cəsədimi qoymayın qala. Məni buradan çıxardın. Artıq o bilirdi ki, ağır yaralanıbdır. Biz Akif Əkbərovu yaralı vəziyyətdə dağın bir küncünə yerləşdirdik və təzədən biz demək olar ki, düşmənin qarşı müqavimət göstərməyə başladıq. Hardasa saat səhv edilməmsə 21:30 radələrində qədər, gün batana qədər və artıq hiss elədik ki, bizim patronlarımız tutarıqdır. Gördük, onlar bizi girov götürmək istəyirlər. Rövşən Namazəliyev göstəriş verdi ki, mənə dedi ki, sən Heydarov Tehranı götür, Heydarov Tehranı götür. Mən də Əlzamin Ağayevi götürüm, biz döyüşə-döyüşə mühasirədən çıxaq. Çünki başqa bizim variantımız yox idi, artıq patronumuz tükənmişdi bizim. Və özü tək başına qaldı, axıra kimi ermənilərlə orada atışdı. Biz də bütün çobanların ailəsini oradan çıxartdıq. Onun sürüsü ilə bir də təhlükəsiz bir yerə gətirdik. Və artıq belə də qaranlıq düşmüşdü. Biz qayıtdıq yenidən Akifi çıxartmaq üçün. Yəni Akifin qəhrəmanlığı burada onun orada bizə əmr eləyib tək orada qalmağı, düşmənin qabağını kəsməyidir. Belə şücaətlər hər adama nəsib olmur və heç kim də bu şücaəti göstərə bilmir. Duman çəkilib yoldaşları yanına qaydanda, Akifin həsrətlə arana sarı baxan gözlərinin əbədi yumulduğunu gördülər. Erməni hücumunu dəf edən Akif Əkbərov bu döyüşdə qəhrəmancasına həlak olur. Öz ölümü ilə o düşməni sarsıtdı. Alaçıqlardakı çoban ailələrinin girov götürülməsinə imkan verməyən Akif Əkbərov ermənilərin qarşısını tək başına kəsdi. Milis dəstəsinin hücumun qarşısını alma cəhdi uğurla nəticələnir. Milislərin igidliyi sayəsində nə bir heyvan zərər gördü, nə də dinc əhalidən, çoban ailələrindən kiminsə burnu qanadı. 6 saata yaxın davam edən bu döyüşdə ermənilər geri çəkilməyə məcbur olurlar. Böyük qardaşım Əkbər qarpız kəsib başını hərrədə atdı ki, indi atam gələcək, indi atam gələcək. Bir də onda gördük, bir Rusun dilində Siskoru bir maşın gəlir, arxasınca da millət, hamı təlaş içində, çığır, bağırla daim gəlir. Gəldilər, hamı tökülüşdü qapıya. Biz uşaqlar balacaydıq da, hamımız körpə idik. Üstümüzə elə bir ki, gəldilər onlar. Hamı özünü itirdi, hərə bir tərəfə qaçdı. Balaca bacım qaldı ortalıqda ağlaya-ağlaya. Aldım qucağıma, özüm hərlədim, özüm saxladım. Elə bir neysə ürəyim sıxıldı. Ürəyim sıxıldı, gördüm zaddı. Elə küçənin başından qardaşım gəldi. Daşlardadır müəllim. Qardaşım gəldi, elə gördüm ökəm ağlaya-ağlaya gəlir. Mən də elə bildim onun uşaq xəstələri nədirsə. Dedim, nə olubdu? Dedi, işini başımıza daş düşürdü.
Bir də gördüm, ay Allah, nə qədər insan. Atam axırıncı səfər posta gedəndə 10 günlük, 11 günlük öz post vaxtı deyil idi. Balaca bacımın ad gününə görə dedik, gedirəm tez gələcəm. Bir də gördük ki, ambulans dayandı, deyirlər ki, atan şəhid oldu. Yəni mən həmişə mamamdan soruşurdum ki, axşam düşəndə, xüsusilə gecə qonşu uşaqlar deyirdi ki, atam mənə onu aldı getdi, nəsə aldı getdi. Mən hər gecə mamamdan soruşurdum ki, mama nə oldu da, bəs mənim papam gəlmədi də, gəlib çıxmadı, mən onu görmədim. Deyir ki, sən yatırsan, o axşamlar gəlirsən, öpür. Artıq mən 4-cü sinifdə oxuyurdum, evə gəlirdim bir gün. Məktəbdən evə gələndə gördüm mamam gil yoxdur. Qonşu dedi ki, əmingilə gedin. Mən qaçaraq əmingilə getdim ki, mamam də qəbr üstünə gedirlər. Mən artıq 4-də oxuyanda bildim ki, mənə çox çətin çatdı da, çox çətin oldu mənim üçün. Ki, getdim, bildim də atam ölüb, milli qəhrəmandır. Həmişə döyüşdən gələrdi, onun yolda gözləyərdim. Evdə gəlməyincə adam gözünə yuxu getmirdi, ata ilə. Ailə canlı idi, uşaq canlı idi, uşaq çox sevirdi. Uşaq məsəl üçün deyirdi ki, gecənin bir aləm dur qızı idi ki, ata dur getmə mağazinə bir şey al, olsa da onu həvəslə durub gedirdi. Atam uşaqla uşaq, böyüklə böyük idi. Çox uşaq canlı, çox uşaq sevən bir insan olub. Onun kimi insan mən hələ də özümə həmişə deyirəm ki, dünyaya gələ bilməz. O təbiətdə, o xasiyyətdə. Çox gözəl xasiyyəti olub atamın. Hara getsə bizi özü ilə həmişə özü ilə aparardı. Hətta deyirdilər ki, uşağı özüvə çox öyrətmə. O da deyirdi, uşaq mənim həyatımdır, uşaq mənim canımdır. Mənim balalarımdan başqa mənim heç kəsim yoxdur. Mən balalarımı çox istəyirəm. Hara getsə həmişə üstümüzə əli dolu gəlirdi. Balaca qardaşım hətta deyirdi ki, ürəyim sənə qurban ay ata. Mənə nə almısan? Bu cür müraciət edirdi ortancı qardaşım. Torpaqlarımızın azadlığı uğrunda vuruşan xalqımızın igid oğulları arasında Yol Patrul Xidməti müfəttişi, polis starşinası Akif Abbasoğlu Əkbərovun adı hörmətlə çəkilir. Akif Əkbərov Beyləqan rayonunda yerləşən Şəhidlər Xiyabanında dəfn edilib. Beyləqanda mərkəzi parklardan birində qəhrəmanın büstü ucaldılıb. Şəhərin küçələrindən biri onun adını daşıyır. İnsan sevərliyi, vətənə bağlılığı, kökə bağlılığı və yiyələmiş olduğu vərdişləri istifadə etmək, o vərdişləri göstərmək qabiliyyəti məhz onu gətirib belə bir zirvəyə çıxmasına apardı. Və bu zirvədə o dayana bilir. Fəxarətlə mən bu günləri danışıram ona görə ki, onun oxumuş olduğu məktəbdə dərs deyirəm. Bu günləri mən onun övladlarına dərs deməyimlə fəxr edirəm. Fəxr edirəm ki, mənim belə bir dostum var ki, vətən uğrunda canından keçib, o fikirləşməyib ki, mənim uşaqlarım kim saxlayacaq, nətər olacaq, vətənə arxayın olub, gedib öz vətəni borcunu verib, qəhrəmancasına şəhid olub. İndi günə qədər də onu heç vaxt yadımdan çıxarda bilmirəm. O mənə çox yaxın idi. Allah bütün şəhidlərə rəhmət eləsin. Hamı çox razılıq eləyib həmişə. Harada post olmuşam, harada xidmətdə olmuşam, onun həmişə yaxşı şeylərin, yaxşı insan olduğunu eşitmişəm. Bir də mənim bir arzum var ki, atamın yoluna gələcəkdə polis akademiyasına daxil olum, atamın yolunu, şərəfli yolunu şərəflə davam etdirim. Biz atamla fəxr edirik. Fəxr edirik ki, milli qəhrəman övladıyıq. Biz o cür atanın övladlarıyıq. Biz həmişə canla başla hər dəqiqə hazırıq ki, gedək şəhidlərimizin qanını alaq, erməni işğalçılarından. Bu ad bizim üçün yəni ki, çox şərəflidir, çox fəxr edirik ki, bu adla biz o insanın övladlarıyıq. Mən hara getmişəm, idarə işində, nə bilim, bir məclisdə olmuşam, yəni deyiblər ki, Akif Əkbərovun qızı gəlir də, yəni ki, çox fəxr edirəm o adla. O ad mənə çox əzizdir. Özümü elə aparmışam ki, yəni o ada layiq olum. Həmişə addım atanda fikirləşirəm ki, yəni mən o insanın övladıyam.
Bir cavan atam vardı. Möhtaç değildik ya da elimden tutan vardı. Bu kocaman dünyada bir cavan atam vardı. Bir canda 5 can idik. Bir idik atamla biz. 2 bacı, 3 kardeş. O idi pervanemiz. Elə ki işten döndü. Evde bayram olardı. Çırağı qəfil söndü. Bir cavan atam vardı. Ata deyirəm sənə. Ürəyi qızıl atam. Gəldi mi yaman gözə? Atam. Ay yazıq atam. İndi bəs hardan tapım? İgid, aslan atamı. Necə sevirdik Allah. Şəhid olan atamı. Yəni lazım gəlsə Qarabağ azadlıq uğrunda canımızı verməyə hazırıq. Qardaşımın da qisasını almağa hazırıq. Milli qəhrəman olmaq şəxsən mənim üçün şərəfdir. Alnı açıq gəzirəm, başım yuxarıdır, həmişə yuxarı baxıram. İndi də heç ölən günümə qədər də nə vaxt üstümü qara torpağa uçsun da bəlkə mənim Akif yadımdan çıxar. Sonra da bəlkə çıxmayacaq. Mən fəxr edirəm ki, Akif Əkbərovla bir döyüşü bölüşmüşük, çiyin-çiyinə vuruşmuşuq. Şükür eləyirəm ki, Akifin adını bu nəvəmə qoymuşam. Oğlan nəvəm olubdu, 8-ci. Bu Akif babasının adını daşır, Allah qoysa polis də işləyəcək, böyüyəcək. Kəşəl o da polis olsun, işləsin, babasının adına layiq olsun. O, müqəddəs amal uğrunda son gülləsinə qədər vuruşdu. Son nəfəsini verdi. Yurdumuzun dağlarına, səmasına baxıb gözlərini yumdu. Artıq o dağların üstündə, o səmanın altında gəzir Akifin ruhu. Dinclik axtarır. O torpaqlar geri qaydanda minlərlə şəhidin ruhu kimi Akif Əkbərovun da ruhu sakitləşəcək, dinclik tapacaq.